Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirilib. Dəyirmi masada qrupa üzv qurumlarla əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq inkişaf layihələri təqdim olunub, sənədlər imzalanıb. Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli nümayəndə heyətini ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edib. İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əlcasir Azərbaycan və Ərəb Koordinasiya Qrupu arasında möhkəm tərəfdaşlığı qeyd edib. Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib. Bu ərazilərin investisiya potensialı diqqətə çatdırılıb. Dəyirmi masa çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında niyyət bəyannaməsi imzalanıb. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Süveydi imzalayıblar. İmzalanmış sənədlər Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığını yeni mərhələyə yüksəldərək birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir.